Valideyn şagird belə gül göndərmir. Bu imzasız güldür. Hər neysə, eşq buketinə oxşuyur. Verməklə məqsədim odur ki, vaxtımı daha yaxşı şeylərə sərf edəsin. Heç nədir bu? Keçən səfər aldıqlarımın ödəyim. Bu pullar səndə hardandır? O zamanlar özünü çox qəribə aparırsan. Sizə çox vacib bir məlumat verməyə gəlmişəm. Neçə gündür ki, atamdan bir xəbər yoxdur. Hara gedirsən? İşim var. Abala. Hərdən mənə elə gəlir ki, hər şey öz yolunda getməyə başlayır. Qarşılığın içindən yavaş-yavaş çıxıb rahat nəfəs ala bilirəm. Ata, sənin bir dənə tez-tez dediyin söz var idi. Uğuru güldürməlisən ki, o da sənin üzünə gülsün. İndi mən də uğuru güldürməyə başlamışam. O da mənim üzümə gülür. Çempion oldum. İçimdəki səs mənə dedi ki, bax, bu əsl sənsən. Nə gizlədim, çox sevinmişdim. İşləməyə başlamışam, pul qazanıram. O gün xəyaliyə pal-paltar alanda elə sevinirdi ki, o sevinəndə mən ondan da çox sevinirəm. Dostlarım, müəllimələrim tərəfdən də bəxtim gətirib Samir, Sevinç müəllimə, Etibar müəllimə. Onlar mənə çox əzizdir. Bir də deyəsən sevməyə başlamışam. Aynur. Necəsən, özü necə hiss edirsən? Sağ ol, Kamal, vaxtına sonra. Sən kimsən burada? Neyirsən burada? O bizdən deyil, komandir. Elə uşaq yolla keçirdi, sağ olsun. Yanğını gördü, gəldi bizə kömək eləməyə. Sən kes səsini, söz verəndə danışarsan. Adın soyadın nədir sənin? Ümid Cəfərov, Neçə yaşın var sənin? 16. Deməli məktəblisən. Hə, 11-ci sinifdə oxuyuram. Sən bu dəqiqə evdə olan vaxtında valideynlərin hara baxırsan? Valideynlərim yoxdur. Yox, şimdi valideynlərin yoxdur. Bəs kimin himayəsindəsən? Kim baxır, sənin böyüyün kimdir? Kimdən qalırsan, kimdən yaşayırsan? Burada yaxında evimiz var, bibimin himayəsindəyim. Balaca bacım da var, bir yerdə qalırıq. Sən bu dəqiqə evdə olmaq vaxtında. Gəlmə sən yola sal. Gəl. Bu ümid başımıza bəla olacaq biz. Xalam.
İnanmırız. Yaxşı olur, anam. Axşamınız xeyir xanım. Hər vaxtınız xeyir. Bizim uşaqdır. Nə, bizim uşaq, bibisiyəm mən bunun. Tamam. Xahiş edirəm. Nəzarət eləyin uşaq axşam vaxtı harda gəldi gəzməsin. Nə olub ki? Nəsə eləyik? Onu sabah saat 10-da polis bölməsinə yaxınlaşarsınız. Hər şeyi aydınlaşdırar. Yaxşı, sağ olun. Yoldaşımı deyərəm gətirər bizi. Tamam. Səhər saat 10-da. Sağ olun. Heç. Hara gedirsən? Harada qaçsan gəldi mənim əlimdən qurtarmayacaqsan. Deyə görüm. Deyə görüm. Cavab ver görüm bu nə oyundur, hə? Mənim başıma gətirirsən. Hə? Bu nə oyundur? Bir dəfə səni görmədim ki, əlində kitab oturub dərslərimi oxuyasan. Elə gezirsən. Harda oturursan, kiminlə oturursan, nə oyunlardan çıxırsan, heç birinə cavab vermirsən məni. Soruşanda da deyirsən ki, özüm bilərəm. Ay Qədir, görün çatlasın, ay Qədir, görün çatlasın. Budur sənin tərbiyəli, ağıllı balon, hə? Ay Allah, əcəb işə düşmüşəm də mən, əcəb işə düşmüşəm. Mən qara gün evimi eşiyimi atmışam. Gəlmişəm bunların hamballığını eləyirəm. Bu da mənə çox sağ olları, bu da mənə çox sağ olları. Allah orada məni dəli eləyəcəklər bunlar. Əsəb həsrət eləyəcəklər, salacaqlar dəlixanaya. Kökərədə bir polis qalmışdı da, bir polis qalmışdı. O da gəldi mənim qapıma. Ay Allah, görəsən neyniyib bu? Neyniyib, mən bu məhəllədə dəli oldum. Məhəllədə diyardır oldum cəmaatın arasında. Ay bəlkəm uğurluq eləyib. Mən indi sabah Cahangirə necə deyim ki, götür apar bizi polisə, hə? Necə deyim mən apar bizi polisə? Gəldi deyəcək ki, hamısında mənəm günahkar. Mənəm günahkar, budur da mənə çox sağ ollar. Hammalı, hammal, ay Zafra, Zafra. Ana çox sağ ol, əlinə sağlıq. Ata nuş olsun. Ata, nuş olsun deyirəm. Sağ ol, qızım, sağ ol. Nə olub sənə, yaman fikirlisən? Kızım, Hə, mən dünən yox sırağa gün şahmat yarışına getmişdim. Təsəvvür edirsən, bir oyun gördüm, dəhşətə gəldim. İnanırsan, deməli bir uşaq 15-16 yaşı olardı ya olmazdı, məktəbli oxşayırdı. Bilirsən necə oynayırdı? O qədər fəhmli, o qədər düşüncəli, o qədər hissiyatlı. Təsəvvür edirsən, rəqibin bütün gedişlərini öncədən görürdü, hiss edirdi. Məşhur şahmatçı var, Mikhail Tal, elə bil özü idi. Mənim gəncliyim yadıma düşdü. O qədər soyuqqanlı durdu, uddu oyunu.
durdu, yavaş-yavaş çıxdı, getdi. Arxasınca qaçdım, çata bilmədim ona. Səməndər, Ha, sən ki çoxdandır şahmat oynamırdın. Yenə deyəsən başlamısan. mən şahmatı heç vaxt atmamışdım. Sadəcə vaxtım yox idi oynamağa. Bir də şahmat elə şeydir ki, sən onu atsan da o səni heç vaxt atmır. Dinən ki, içkidən başım ayılmırdı. Bəs də yenə başladın bu içki. İçmirəm, bu da, içirəm indi. Ata sən Ümidi deyirsən ki, Ay sağ ol, Ümid Cəfərov. mənim şagirdimdir. 4 ildə onun sinif rəhbəriyəm. Çox ağıllı, qabiliyyətli uşaqdır. Özü də əlaçıdır. Hamımız onun xətrini çox istəyirik. Bəxtəfər onun valideynlərinə qızım. Ata, Ümidin valideynləri yoxdur. Xahiş edirəm, mən onunla görüşdür. Yaxşı, görüşdürərəm sizi. Amma indi getməliyəm. Axşama danışarıq, yaxşı? Hələlik. Sən də bəsdir də, başlamışsın uşağın yanında məni biabır eləyirsən həmişə. Tutardı da bu içki tutardı. Gecə saat 11-də niyə evdən çıxmışdın? Nə məqsədlə çıxmışdın? Özümü pis eləyirdim. Çıxdım ki, biraz hava alım. Havanı evin həndəvərində də ala bilərsən də. Düzdür? Nə mənası var o boyda uzaq yolu getmişsən evdən qırağa? Bilmirəm ki, fikirli idim. Elə gəzə-gəzə gedib həmin yerə çatdım. Uşaq sizin himayənizdədir də. Çox xahiş edirəm. Bu yaşda uşaqları güclü nəzarətdə saxlamaq lazımdır. Yetkinlik yaşına da çatmayıb. Necə deyərlər, qanunla oynayan vaxtıdır. Bu saatlarda axşam vaxtı çölə çıxmağa olmaz. Yaxşı? Mütləq nəzarətdə saxlayarıq yoldaş Milsəner. Polis, üzr istəyirəm, cənab polis. Bundan sonra diqqətli ol. Orada mən səs eşitdim. Fikirləşdim ki, kiminsə köməyə ehtiyacı ola bilər. Əslində kömək eləmək yaxşı bir şeydir. Amma birinci növbədə gərək öz təhlükəsizliyini qoruyasan. Düz demirəm? Düz. Ona görə də həm də bu cür havada, bu cür saatlarda, qaranlıqda həmin yerlərə getmək olmaz, təhlükəlidir. Ümidvaram ki, başa düşdün. Yaxşı? Yaxşı, indi keçin yan otağa izahatı yazın, sonra gedə bilərsiniz. Dur çıxım. Xəyalə, sən niyə ağlayırsan? Yox, heç elə belə. Niyə tək oturmuşsan Ümid hanı? Bir də polisə çağırıblar. Səhər bibi ilə ora gedib. Niyə? Bilmirəm, mənə də məktəbə xalq gətirib. Bəs sən indi kimi evə aparacaq? Nəcibə xala, indi gəlməlidir, onu gözləyirəm. Gözlə onda bir dəqiqə. Gəlirəm.
Salam. Ay Sevinç, bu abituriyentlər səndən hazırlaşmaq istəmir. Necə uşaq götürüb hazırlaşdırmırsan? Bilirsən də, məktəbdə dərs saatım çoxdur. Evdə də şərait o deyildi, hələ ki düşürümdə. Mən 3-4 saat məktəbdə oluram, sonra da gedirəm yeməyimi yeyirəm. 3-4 saatda evdə uşaq hazırlaşdırıram. 3-4 saat? Bəli, etibar Deməli baş pul qazanırsan ki, maşallah. Maşallah, maşallah. Niyə hər çəkirəm burada? Artıq bəli. Nə yaman şeye baxsan, getməyəsən? Etibar. Bu ad günün vaxtı o. Mənim ad günüm mayın 19. Nədir? Səni soruşum. Sevinç müəllimin sinifində Kamran var. Atası da bina tutur ha. Ne oldu deyirəm? Onun ad günü. Sən ben bizdə işləyirsən ki, burada. Olmadı da Etibar'da. Bir dənə söz soruşdum səndən. Allah ben olmadı. Çayımı da zəhər elədim mənimə. Bir kəlmə söz soruşdum. O da belə deyirəm. Bana ne oluyor birdenbire? Üzr istəyirəm. Sevinç müəllimə, sizə bir dəqiqə olar. Gəlirəm. Hə, Aynur. Sevinç müəlliməm, Hə, bilirsiniz, Ümid nə olub Ümidə? İnsan olsun 3-4 şagird var ha? Bəli, etibar müəllim, 3-4 şagird. Olsun da olsun. Çalışın siz də hazırlaşdırın deyərdim, amma
Salam aleyküm. Salam reis. Gelmək olar. Elbette buyurun. Bu neydi sındırdın? Reis bayaq lamba düşmüştü yere. O sende. Atanın aktarışı ilə məşğulam. Ona görə bəzi şeyləri dəqiqləşdirmək lazımdır. Atanın bədənində hansısa bir xüsusi əlamət var idi. Məsəl üçün döymə, ləkə, çapıq ya da ki bir xal. Ha reis. Kurban olum Hint kinosudur bu. Ben ne bileyim arasında xal var idi. Ama elin üstünde dövme var idi. O gemide demir olur, denize atırlar. Nedir? Yakır. Löpər. Bəli, ondan. Göyləkdə zamandan qalmışdı. Aydındır. Heç nə. Səttar Salmanov haqqında hələn bir xəbər yoxdur deyə. Sən çalış burada heç nəyə əl vurma. Ola bilər burada başqa bir adamın parmaq izi də olsun. Olur reis, toxunmaram. Yaxşı. Onda mən gedirəm. Dediyim kimi sən heç nəyə əl vurma. Oldu. Yaxşı. Sağ ol. Sağ olun. Geç. Vicdan sahibi olsun sen. Necə polis xanımlar qalmışdı. Onlar da gezdirdim mən bu yaşında. Sən geceler harda verilməli sənə? Böyle bir problemlə gəlirsən üstümüzə. Necə polisə düşməyin qalmışdı. Çox sağ ol, onu da elədin. Gəl də, gəl. Düz yerdə bibimdə. Sana əlini başını bırakmırsan Özbek. Bu ne hərəkətdir? Ne deyirsən? Təsadüf idi. Ne təsadüf idi? Gecə vaxtı haralarda sülənsən sən. Yaman çox olur axır vaxtlar sənin bu təsadüflərin. Eyb yox. Mən bilirəm nə yiyəcəm bundan sonra. Məktəbdən gəldin, qalxıb oturursan evdə. Bir şey zadı çıxdı, yoxdur. Oturursan dərslərimi oxuyursan, universitetə hazırlaşırsan. Lazım olsa məktəbə də özüm apar gətirəcəm sən. Bəsdir daha. Gəl, keç görüm, geç. Hara get? Hara gəlirsən, hə? Evet, hara? Ev yox, acılarsın, gələrsən. Qoy ölsün, geçsin. Neyinsə mənə niyə vurursan? Sib eləyəm, canımı da alıram səni. O uşaq lap yolmazdı. Eybi yox, mən onun ipini yığaram. Sofra, sən heç mənim sözümə qulaq asmırsan. Öz bildiyi verirsən. Mən öz bildiyimi neyinirəm? Mən neyinirəm öz bildiyimi? Sən hansı sözə qulaq asmamışam mən? Sənin evə lazım. Gedib geçsin, cəhənnəm olsun, geçsin də. Necə yəni geçsin? Sənə lazım doğru.
bizim fikrimiz neydi axı? Ha, neydi? Sen de ona eve baxarsan, sonra biz kulağımızın dibini görürük, evi yox. Düz deyirsən. Ha, düz deyirəm, düz deyirəm. Bilirsən ki, düz deyirəm. Düz deyirsən də, dedim ki, düz deyirsən də. İşirsən, soğuk biraz qaldı. Kofeyə görə təşəkkür edirəm. Hoş olsun. Sizə bir-iki sualım olacaq. Zəhmət olmasa onlara cavab verin. Məmnuniyyətlə hansı məsələ ilə bağlıdır? Səttar Salmanovu tanıyırsınız. Hə, yaxşı tanıyıram. Nə olub ki? Səttar Salmanov bir müddətdə itkin düşüb. Ondan son əlaqədə olan şəxslərdən biri də sizsiniz. Buna görə sizdən bəzi məsələləri dəqiqləşdirmək istəyirəm. Onunla hansı şəraitdə tanış olmusunuz? Reis, bizim şirkət onun yaşadığı ərazidə tikinti işləri aparır. Onunla evini bizə satıb təhvil verməklə bağlı sözləşməmiz də var. Hətta pul da ödəmişik ona. Müqavilələr imzalamışıq, sənədlər imzalamışıq. Amma o müqavilənin şərtlərinə əməl eləmək istəmir. Bu qədər. Hə, köməkçimdir Seymur bəy. Şirkətin demək olar ki, bütün işlərini o aparır. Lap yaxşı. Bəs səbəb nədir? Səbəb budur ki, bu adam ona verdiyimiz puldan daha artığını istəyir. Bəs bu zaman ərzində aranızda hansısa bir konflikt baş verib? Şəxsən məndən yox. Amma işçilərdən olub. İşçiləri təhqir eləyib. Hətta hədə qorxu da gəlib. Ne demişəm, yaşlı adamdır da, yola vermək lazımdır, dil tapmaq lazımdır. Hətta oğlu ilə də söhbət eləmişəm. Oğluna izah elədim ki, atasına vəziyyəti başa salsın. Bilirsiniz, əslində məndən olsa, mən o evi bu dəqiqə də sökə bilərəm. Çünki sənədlə, hüquqla hər şey mənim tərəfimdədir. Amma mən halallıq tərəfdarıyam. İstəyirəm ki, hər şey sülh yolu ilə həll olsun da. Aydındır. Bəs bu mübahisənin sonu necə oldu? Heç necə. Heç bir nəticə olmadı. Çağırdıq, danışdıq, nə qədər söhbət eləməyə cəhd elədim. Gördüm, yox, çox qəliz adamdır, çox çətindir. Düzü, mən də indi qərar vermişəm ki, məhkəməyə müraciət eləyək. Bu adam bizlə razılaşıb, pulu alıb, alqı-satqı sənədini imzalayıb, sənəd notarial qaydada təsdiqlənib. Yəni, hər şey bizim tərəfimizdədir. Vəkillə də danışmışam. İndi bu istiqamətdə addımlar atırıq da. Onun itkin düşməsindən xəbəriniz var? İtkin niyə düşsün ki? Yaşlı adamdır da, yəqin indi çıxıb harasa heç kəsə məlumat verməyib də. Aydındır. Kopya görə çox sağ olun. Hoş olsun. Əgər yeni suallar yaransa, sizi narahat edəcəm. Əlbəttə, xoşdur. O nə demək? Sağ olun. Buyurun. Teşekkür ediyorum. Sağ olun. İcazələr hakim. Bəli, buyurun. Kaşlarımızın vəziyyəti necədir? Şükür, stabilləşir. Yaxşıdır. İcazələr? Buyurun. Sabit edin. Görəm özünə gəlmişsən. Ağzım da söz tutur. Bəlkə bu dəfə deyəsən. Sən döyüb. Mən sənə kesin nəfət edəcəyim. Bugün də deyirəm. Axşamüstü 3-4 nəfər yolumu kəsdilər.
Təklədlər, dedilər mənə. Üstündə nə var idi? Hamısını götürdülər. Sən ged o axtar. Şəhərə çıxmaq olmur axşam vaxtı. Susmaqla sən elə bilirsən özünə yaxşılıq edirsən. Heç bir yaxşılıq eləmirsən. Yəqin xəbərin yoxdur. Deyim bil. Avtoservisdə yanğın olub. Maşın yandırıblar. Yəqin qısa qapanma olub. Yaxşı. Nə qısa qapanma. Özün yaxşı bilirsən. Yandırıblar. Xəstəxanadan çıxandan sonra səninlə yenidən görüşəcəm. Papağını qoy qabağına. Yaxşı fikirləş. Görüşərik. Bir də səni bu vəziyyətə salanlar istədiklərinə nail olmayana qədər səndən əl çəkməyəcəklər. Bax gör, ona dəyər yoxsa yox. Geldim de ne sındırırsan kapını. Ay Nur. Sağ ol, Səfərə xala. Gel sağ ol. Necəsiz? Yaxşı olasan kızım. Çok sağ ol. Mən Ümidi görməyə gəlmişəm. Bugün dərsə gəlmədi. İndi evdədir. Yoxdur ki evdə. Bilmirsiniz hardadır biz? Ne nereden bilin? Siz bilərsiniz yenə. Dostu döyürsən? Bugün dərsə gəlməmişdi. Həm də eşitdim ki, polisə çağırıblar. Ona görə dedim gəlim soruşum. Ümid də əvvəlki ümid deyir bala. Sözə zada qulaq asmış. Nə məni sayır, nə xalasını sayır. Sən deyirəm, bəlkə yığılsan bir dənə onu. Hə, indi çıxım gedim, yığarım yol üstü. Deyirəm, elə burada eləyək. Burada elə də bəlkə mənə demədiyini sənə deyər. Yo, məncə böyük bir şey deyil. Yəqin işi çıxıb. Özüm zəng eləyib soruşaram, narahat qalmayım. Yaxşı. Keç şəhərdə bir stəkan çay içərsən. Vallahi Qəşəng şeylər bişirmişəm. çox sağ olun. Gələn səfər gəlib içərəm. Mən çıxım gedim. Yaxşı, özün bilərsən. Sağ olun. Mən gedim. Sağ ol. Yaxşı. Bir şey öyrənsən mənə xəbər ver, yaxşı? Yaxşı. Sağ ol. Ha, gel. Hə, Aynur, eşidirəm. Yaxşısan? Hə, yaxşıyam. Sən necəsən? Mən də yaxşıyam. Mən sən görə narahatam, Ümid. Niyə? Eşitmişəm bugün polisdə olmusan. Sizə gəldim. Görüşmək lazımdır. Hə, mənim işim var. 1-2 saata deyəcəm, görüşərik, yaxşı? Yaxşı. Zəngəli gözləyirəm onda. Yaxşı, tamam, sağ ol. Xalam oğlu. Biz də səni köydə axtarırdıq. Pavda tapdı. Neynisən? Salamatçılıqdır xalam oğlu. Biz, yəni demək istəyirəm ki, 3 dənə kişi oturub səni gözləməliyik. Nə oldu bu? Elə mən də sizin yanınıza gəlmək istəyirdim. Aa,
Sənin nəfəsin də yalandan gəlir. Sən bizim yanımıza gələnsən. Alamoğlu, Hı. pul hazırdı. Hı. Ama üstümde değil. Dur gedəydi onda. Gedəydirsən gedəy də. Dur da. Gözə konuşum. Üf. Bilmirəm necə davam edeyim. Təsəlli vermək ən asan işdir. Hamı da təsəlli verir. Deyir, keçib gedəcək. Amma keçmir. İçimdə böyük qaranlıq, boşluq var. Mənə niyə qoyub getdiniz? Mən sizsiz yaşaya bilmirəm. Məni niyə tək qoydunuz axı? Mən sizsiz neyniyəcəm? Mən niyə tək qoyub getdiniz? Niyə? Nə? Harda? Yaxşı, yaxşı. Məkanat gəlirik. Nə olub, nə xəbər? Gəl də nə qədər sual versin. Dənizdə cəsəd tapılıb. Ümid, sənin nəsə problemin var. Bunu təkmə yox, hamı görür, hamı hiss eləyir. Əksinə sənin soru-sualların mənə qıcıq eləyir. Sən əvvəllər belə... Hə, mən əvvəllər belə deyildim. Mən dəyişmişəm, dəyişəcəm də. Sən də narahat olma. Ümid də istəmir ki, öz dərdlərindən sənə yük olsun. Bax, zamanla hər şey düzələcək. Başqa bir şey yoxdursa mən gedim. Əslində var. O kimdir? Valideyndir. Nə yaman şirin söhbət eləyirsiniz? Maraqlan gör hara gedir, kimlərlə görüşür. Nə məsələdir ümumiyyətlə? Yaxşı? Boş tamam. Mən istəmirəm ki, sənin namsızlığına görə bizim münasibətimiz pozulsun. Müstəntiq kimi mənə soru-suala tutursunuz, nə olub? Bir dənə oyun təşkil edəcəyik, o da yaxşı oynayan. Görək sən güclü oynayansan yoxsa? Olar. Qaqaş, Aynur evə gələndə niyə hələ sənə baxdı? Necə baxdı ki? Doğrudan xalam oğlu, sənə nə olub? Sarışma xanım olub, başım ağrıyor. Hadisə yerindəyik. Dənizin Pirallah çimərliyi ərazisində təxminən 65-70 yaşlı kişi cinsli şəxsin meyidi aşkarlanıb. Bəlkə deyirəm, əvvəlcə qətlə yetirib sonra dənizaltı olacaq. Bu ekspertizanın nəticələrindən sonra bəlli olacaq.